ayıb olsun deyirəm də, ayıb olsun. Bu insanlara deməzdim, onlara insan adı yaraşmır, bu adamlara ayıb olsun. Bax, deməli nə ediblər? 40 dənə həm yerlimizi aldadıblar, burada şirkət qurublar. İş adından, bax, onlar mənə oradan Serbiyadan bəlkə 5-6 nəfər mənə yazıb, səslər atıb, hər bir şey var burada. Yəni aldadıblar bu insanlar. Şirkətin adı Azəroğludur, güya şirkətdir. Çağırıblar bunları, buna hərəsindən 3000 pul alıblar. Deməli, Çingiz müdürləri, sonra İmran Şahverdiyev, Azəroğlu və biri də var, Mahir adında biridir. Yəni Mahiri mən təxmini tanıyıram, indi yaxında yer tapacağım mən onun ailəsini, evini, eşiyini, qohumlarını, əqrabalarını ki, bu Mahiri bilsinlər ki, necə bir insandır. Yəni bu videodan sonra bilirəm ki, onun qohumlarının şəkilləri ikisini görəcəksiniz, Mahirin də şəklini özüm qoyacağım. Çox ayıb olsun ki, bizim